Atbutrağı kökünün dediyim kimi mədaltı vəziyə gözəl təsirindən dolayı biz bunu şəkər xəstələrimizə də yazırıq və zaman bir müddətdən sonra artıq şəkərin düşməsi baş verir. Və dediyim kimi mədaltı vəzdə yeniləyici xüsusiyyəti olduğuna görə də əgər biz heç şəkər olmasaq da belə mütəmadi şəkildə məsələn tutalım ki bir ayda 5-6 dəfə və yaxud da ki 7-8 dəfə bundan içməklə biz şəkər olmamızın da qarşısını ala bilirik. Bax şəkəri tutulmanın da qarşısını alır. Çünki niyə? Mədaltı vəziyə yeniləyici bir təsir göstərir. Mədaltı vəzini təzələyir. Bunu da eləyə bilərik inşallah. Sonra artritlərin müalicəsində kökünün dəmlənməsinin içilməsi artrit ağrılarını azaltmışdır və bu da artıq elm tərəfindən sübut olunmuşdur. Məsələn, reumatoid tipli artritlər zamanı kəskin ağrılar olur və bu zaman da həmin köklərin dəmlənməsi və yaxud dediyim formada içilməsi artıq bir müddətdən sonra artrit ağrılarının, yəni oynaq ağrılarının azalmasına səbəb olmuşdur. Sonra dəri xəstəliklərində gözəl təsirləri var. Deməli, köklər qurudulduqdan sonra toz formasına salınır və xına kimi bişirilir. Bax, evdə bildiyimiz xına necə bişirilir, hazırlanır, o formada. Xına kimi bişirilir və çiban, sonra biz bunu elmdə buna furunkul, karbunkul deyirik. Çiban və kor çiban əgər varsa, həmin o bişirilmiş atbutrağının kökü təpitmə kimi onun üzərinə qoyulur və bir müddət sonra görürsünüz ki, bir müddət ilə axşam qoyursunuz, səhər görürsünüz ki, həmin çiban deşildi, için çirki falan hamısı təmizləndi.